Deməli belə 6-cı sualdan deyir ki, düzgün dördbucaqlı prizmanın yan üzünün perimetri 6 santimdir. Oturacağın tərəfinin uzunluğunun hansı qiymətində prizmanın həcmi ən böyük olar? Öncə şəkil çəkmişik, yerləşdirmişik. Deməli bunun 2 dənə A-sı var, 2 dənə də H-ı var. 2 dənə A-nın üzərinə 2 dənə H-ı gələndə deyir 6 verib. 2 çıxır mötərizə xaricinə, yəni hər tərəfini 2-yə böləndə A üstəyə H bərabər 3 olur. Buradan hündürlüyü tapanda H bərabər 3 çıx A olur. Bunun həcmini tapmaq üçün V bərabərdə S oturacaq vur H. Biz bilirik ki, düzgün dördbucaqlı prizmanın oturacağı nədir? Kvadratdır. Kvadratın sahəsi A kvadratıdır. Hündürlüyün də yerinə 3 minus A yazırıq. Bunu vurub açanda eləyir 3A kvadratı çıxılsın A kubu şəklində. Biz də bilirik ki, bunun həcminin törəməsini 0-a bərabər etməliyik. Bunun üçün də bunun törəməsi 3A kvadratın törəməsi 6A, A kubunun törəməsi 3A kvadratı. Bunu 0-a bərabər etdikdə hər tərəfini 3A-ya böləndə A-mız olur 2. Deməli prizmanın həcmi 2 qiymətində ən böyük olar. Sonra 7-ci sual. 7-ci sualda deyir ki, üç tərəfinin cəmi 2K və sahəsi ən böyük olan düzbucaqlının perimetrini tap. Düzbucaqlının çəkdiyi X işarəti digər tərəflərinə Y. Biz bilirik ki, X üstəgələk Y üstəgələk K bərabər X üstəgələk Y üstəyə X bərabərdir 2K. Və 2x üstəgələk y bərabər 2k-ya, y də bərabərdir 2k çıxılsın 2x-ə. Sonra düzbucaqlının sahəsinə görə biz bilirik ki, düzbucaqlının sahəsi n-in uzunluğa vurulmasıdır. Yəni x-in y-ə vurulmasıdır. Ya da s bərabər x vurulsun y. X olduğu kimi saxlayırıq. Y-in yerinə 2k çıxılsın 2x-i qoyuruq. Vurub açdıqda olur 2kx çıxılsın 2x kvadratı. Bunun törəməsini tapırıq. 2k çıxsın 4x bərabərdir 0-a. Deməli, buradan görürük ki, 2k bərabərdir 4x-ə. İxtisar etdikdə k bərabərdir 2x-ə. Gətirib qoyuruq yerinə bir tərəfin, buradan x-i tapanda k bölünsün 2 şəklində yazırıq. Deməli, x-imiz k bölü 2-dir. Bir tərəfimiz y-imiz k bölü 2-dir. X-imiz k-dır. Qoyuruq yerinə düzbucaqlıdan. Düzbucaqlının perimetri 2x üstəgələk 2y şəklindədir. Yəni, və yaxud 2a üstə 2b. Fərqi yoxdur. Hansı hərfini işarə etdiyimiz x-in yerinə k bölü 2 qoyduq. Y-in yerinə isə 2k yox. Daha doğrusu k qoyduq. 2-ni k-ya vuranda 2k elədi. 2-lər ixtisar getdi. Qaldı 1 dənə k. Burada isə 2 dənə k. Bərabər oldu 3k-ya.